Mənim haqqımda bu hökumətin trolları çoxlu yalanlar danışırlar. Mən də onları heç sayıb təksib eləmirəm. Amma bu məsələ millətimiz üçün önəmli olduğuna görə onların yox, millətimizin xatirinə bu məsələni dəqiqləşdirmək istəyirəm, həm də tarixə düşsün. Çox ciddi bir şər atdılar mənə ki, mən güya Qarabağdan həbs olunmuş o separatçı liderləri, hərbi cinayətkarların azad edilməsini tələb eləmişəm Azərbaycan hakimiyyətindən. Heç elə şey yoxdur. Tam yalan deyirlər, gözlərinin içinə qədər yalan deyirlər. Mən belə bir təşəbbüs göstərməmişəm, göstərmərəm də. Mən Azərbaycanlı siyasi məhbusların, beynəlxalq təşkilatların, ölkənin hüquq müdafiəçilərini tərtib etdiyi siyahı üzrə 375 siyasi məhbusun azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edirəm. O siyahını da yeri gəlmişkən mən müəyyənləşdirmirəm. Xalq Cəbhəsi müəyyənləşdirmir. Biz bu işlə məşğul deyilik. Siyahını hüquq müdafiəçiləri müəyyənləşdirir və həmin o hüquq müdafiəçilərinin müəyyənləşdirdiyi və mənim şəxsən tanımadığım adamlar da var o 375 nəfərin arasında. Amma bu işlə məşğul olan adamlar var. Hüquq müdafiəçiləri deyirlər ki, bunlar Azərbaycanlı siyasi məhbuslardır. Bir daha altını cızıram. Bu Qarabağda həbs olunmuş erməni hərbi cinayətkarlar o siyahıya aid deyil. Ona görə bunu da yeri gəlmişkən çox hörmətli millətimizin huzurunda izah elədim ki, bax görün, Azərbaycanda hakimiyyəti əlində saxlayan qüvvələr çox utanmadan, heç bir kompleksiz, necə rahatlıqla öz rəqibini şərləyirlər. Hakimiyyətdə qala bilməkdən ötürü, siyasi rəqibinə azacıq da olsa ona bir çirkab bulaşdırmaqdan ötürü, insanların fikrini belə deyə bulandırmaqdan ötürü çox rahatlıqla götürür, şər atır. Necə ki, o biz məhkəmələrdə görürük, üzə duranlar ordusunu yetişdiriblər hal-hazırda. Demək olar ki, hər məhbusa qarşı bir neçə nəfər üzə durandan istifadə olunur. Deməli, indi dövlət səviyyəsində də bununla məşğuldurlar. Dövlət səviyyəsində mənlə polemik eləmək istəyirsən, çıx qarşıma debat eləyək. Yoxsa ki, bu nədir? Böyük bir trol ordusunu salmışsan ortalığa. O cümlədən müxalifət düşərgəsində vaxtilə olmuş, sonra da sındırılıb çıxasın alınmış xəyanətkarları qaldırmısan üstümə. Yox, bir Əli Kərimli separatçı ermənilərin azad olunmağını tələb edir. Əli Kərimli həmin o torpaqlar üçün vuruşmağa gedəndə hərəniz bir tərəfdə qaçıb gizlənmişdi. Ona görə də belə şeylər Azərbaycan xalqının fikrini bulandıra bilməz. Mən də dəqiqləşdirdim ki, heç bulandıra bilməz.